Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Əziz müəllimlərimiz, bu gün layihəmizin 4-cü dərsidir. Metodika üzrə sualları paylaşmaqda məqsədim imtahanda, sertifikasiya imtahanında qarşınıza çıxa biləcək sual tipləri ilə sizi tanış etməkdir. Bildiyiniz kimi sertifikasiya imtahanına az bir müddət qalıb və biz FES Akademi olaraq sertifikasiya imtahanına hazırlaşan bütün müəllimlərə dəstək olmaq üçün bu layihəni başlatmışıq. Əgər siz belə layihələrdən daha çox yararlanmaq istəyirsinizsə, o zaman bu videonu bəyənin, altında gözəl şərhlər yazmağı unutmayın. Gəlin vaxt itirmədən keçək sualların izahına. Müəllim sinifdəki bir şagirdin dərslərə marağının azalmasının və ünsiyyətdən çəkilməsinin səbəbini anlamağa çalışır və onun psixoloji narahatlıq yaşadığını öyrənir. Bu vəziyyətdə müəllimin şagirdə yanaşmasında hansı etik və pedaqoji prinsiplər əsas götürülməlidir? Dəyərli müəllimlər, gəlin birinci özümüz sualı oxuyaq və təhlil edək. Biz sualda gördük ki, bir şagirdin dərsə marağı azalıb və ünsiyyətdən çəkinir. Müəllim bunu göz ardı etmir, əksinə maraqlanır və görür ki, şagirdin psixoloji narahatlıq keçirdiyini öyrənmiş olur. Müəllim deyir, hansı etik və hansı pedaqoji prinsiplərə əsasən rəftar etməlidir. Variantları bir-bir təhlil edirik və hansı variantın niyə yox olduğunu siz özünüz üçün dəqiq şəkildə qeyd etməlisiniz. Müəllim sinifdə digər şagirdlərin bu vəziyyətdən xəbər tutmaması üçün şagirdi müvəqqəti olaraq sinifdən uzaqlaşdırmalıdır. Ümumiyyətlə bu addım səhv addımdır. Bu şagirdə xeyri olmaz, amma daha çox ziyanı olmuş olar. Hər bir müəllimin borcudur. Məsələn, bax burada hansı etik davranış qaydasını müəllim həyata keçirməlidir? Müəllim mədəni davranış, qərəzsizlik prinsipinə uyğun hərəkət etməlidir. Nəyə görə? Çünki müəllimin şagirdlə ünsiyyət qurması, onunla maraqlanması, ona nəzakətli, məsuliyyətli şəkildə yanaşması mədəni davranışa aiddir və psixoloji problemi olmasına baxmayaraq onu digər şagirdlərdən ayırmır, ayrı seçkilik etməyərək işinə istiqamət verməyi bacarmalıdır. Şagirdin dərsə marağının azalmasını göz ardı etmədən belə halların qəbul olunmaz olduğunu açıq şəkildə bildirməlidir və onun diqqətini cəlb etməyə çalışmalıdır. B variantımız da səhvdir. Müəllim bəli, göz ardı etməməlidir, amma çıxış yolu şagirdə açıq şəkildə bildirmək və yaxud da onun diqqətini dərsə cəlb etmək deyil müəllimlər. C-yə baxaq. Müəllim şagirdə qarşı anlayışla davranaraq ona sosial-emosional dəstək göstərməli, lazım gələrsə məktəb psixoloqundan da məsləhət alıb düzgün yanaşma nümayiş etdirməlidir. Bizim ən uyğun variantımız C variantıdır. Həqiqətən də müəllim şagirdə qarşı bir empati göstərməlidir, sosial-emosional dəstək göstərməlidir. Baxın, hansı pedaqoji tələbi biz burada görürük? Dəstəkləyici mühit müəllimlər, inklüzivlik, dəstəkləyici mühit, müəllim şagirdi hər cür fiziki və psixoloji zorakılıqdan qorumalıdır. Bu həm müəllimdə, pedaqoji tələbdə müəllimə qoyulan tələbdir, həm də ümumiyyətlə müəllimin vəzifəsidir ki, müəllim şagirdi fiziki və psixoloji zorakılıqdan qorusun. D variantına gəlin baxaq, niyə D-nin olmadığını görək. Şagirdin problemi dərsə mane olduğu üçün onu valideynləri ilə birgə məktəb rəhbərliyinə yönləndirməliyəm. Biz nə vaxt D variantındakı addımı ata bilərik? Əgər dəfələrlə şagirdin davranışını düzəltməyə cəhd göstəririk, alınmır, əlimizdən gələn hər şeyi edirik, yenə də alınmırsa, bəli, mən məktəb rəhbərliyinə və psixoloqa şagirdi yönləndirə bilərəm. Amma ilk dəfədən məktəb rəhbərliyinin yanına şagirdi göndərmək düzgün addım deyil müəllimlər. Şagirdin psixoloji durumu müəllimin vəzifəsinə aid olmadığı üçün onunla bağlı heç bir addım atmaya bilər. Əksinə, bayaq da qeyd etdim, şagirdi hər cür zorakılıqdan qorumaq, fiziki və psixoloji zorakılıqdan qorumaq, təhlükəsiz mühitdə təhsil alması üçün hərtərəfli şərait yaratmaq müəllimin vəzifəsidir. Ona görə Y variantı səhvdir. İkinci sualımız sertifikasiyanın ümumiyyətlə MİQ-in də olmazsa olmazlarından idraç taksonomiyası. Elə bir imtahan olmayacaq ki, yəni sizə istər MİQ-də, istər sertifikasiyada qarşınıza taksonomiyadan sual çıxmasın müəllimlər. Gəlin diqqətlə sualımıza baxaq. Axundzadənin Molla İbrahim Xəlil kimyagər əsərindəki kimyagər obrazını Mirzə Cəlilin Ölülər əsərindəki Şeyx Nəsrullahla oxşar cəhətlərini izah edin. Verilmiş situasiyada idraç sahənin hansı mərhələsindən istifadə olunmuşdur?
Ümumiyyətlə müəllimlər bizə iki əsər verir. Biri Molla İbrahim Xəlil Kimyagər, digəri isə Ölülər əsəridir. Və hər iki əsərdə obrazımız var. Kimyagər obrazı və Şeyx Nəsrullah obrazı. Mən əgər bunların, məsələn, bir Venn diaqramı düşünək, Venn diaqramında oxşar cəhətlərini izah etməliyəm və ümumiyyətlə oxşar, fərqli cəhətlərini izah etməliyəmsə, bu mənim hansı mərhələmə aid olur? İdrac taksonomiyasında anlamaq. Çünki müəllimlər iki əsəri, iki hadisəni, iki əşyanı sadəcə səthi şəkildə müqayisə etmək, fikirlərini şərh etmək, əhəmiyyətini anlamaq, bunlar anlamaq mərhələsinə aiddir. Davam edirik növbəti sualımızla. Yenə də taksonomiya sadəcə bu dəfə üçlü şəkildə verilib sizə. Həm bilik, həm təfəkkür, həm də taksonomiyanı tapmalıyıq. Gəlin oxuyaq. Müəllim Şah Abbas və iki vəzir hekayəsini tədris edərkən şagirdlərə aşağıdakı tapşırığı verir. Hekayədəki iki vəzirin davranışlarını müqayisə edin. Hansı vəzirin qərarlarının cəmiyyət üçün daha faydalı olduğunu əsaslandırın. Əsaslandırmaq feili həm dəyərləndirmək, həm təhlil etmək, həm anlamaq mərhələsində sizin qarşınıza çıxa bilər. Amma burada məsələ nədir? Müəllim əsəri oxutdurur və əsərdə iki vəzirimiz var. Biz onları müqayisə etməliyik, hansının qərarının daha faydalı olduğunu əsaslandırmalıyıq. Yəni, Şah Abbas və iki vəzir hekayəsində hansı vəzirin qərarı daha faydalıdır, o verilir. Biz sadəcə onu düzgün müəyyən etməliyik və müqayisə edib ən yaxşısını götürməliyiksə, konseptual bilik, tənqidi təfəkkür və təhlil etmək mərhələsini götürürük. Nəyə görə biz burada tənqidi təfəkkürü götürürük? Çünki müəllimlər, ümumiyyətlə təhlil mərhələsi tənqidi təfəkkürlə də yanaşı gələ bilər, məntiqi təfəkkürlə də yanaşı gələ bilər. Suallarımıza baxırıq. Burada mən nəyə görə onun cəmiyyət üçün faydalı olduğunu əsaslandırmalıyam? Yəni bu mənim özümdən də bir tənqidi təfəkkür istəyir ki, tənqidi təfəkkürün formalaşmasını istəyir ki, mən ən yaxşısını müəyyən edə bilim, doğru qərar verim, doğru qiymətləndirim. Burada qiymətləndirməmdən söhbət gedəcək. Hansı vəziri daha yaxşı qiymətləndirə bilirəm? Tənqidi təfəkkürdür. Amma hansının daha yaxşı olmasını seçirəmsə, bu artıq idrac taksonomiyasında təhlil etmək mərhələsi götürülür. Konstruktiv rəy, əziz sertifikasiya müəllimlərimiz, yadda saxlayın, sizə 10 sual düşür və bu 10 sualdan maksimum 6 sual dəqiq bilinir ki, hansı mövzulardan sizə düşəcək. Sizə düşən mövzular idrac taksonomiyası, fənn kurikulumu, bilik, taksonomiya, təfəkkür və dördüncü sualımız rəylər haqqında olacaq. Yəni mütləq qiymətləndirmə haqqında bir və yaxud da 2 sual sizin qarşınıza çıxacaq. Verilənlərdən hansının konstruktiv rəy olmadığını bizdən soruşur. Konstruktiv rəy nədir müəllimlər? Şagirdi gələcəyə doğru aparan, həssaslıqla verilən, vaxtında verilən, hər şeyi dəqiq aydınlıqla vurğulayan rəy konstruktiv rəy adlanır. Müəllim şagirdə necə rəylər verməməlidir? Emosiyalara yönəlik, sən ağıllısan, səndən yoxdur, sən zəkalısan. Müəllim şagirdə həssaslıqla rəy verməlidir. Qırıcı, destruktiv rəy verməməlidir. Destruktiv rəy qırma deməkdir. Sən həmişə belə cavab verirsən. Sən heç vaxt düzələn deyilsən. Bax, bunlar doğru rəylər deyil. Keçmişə yönəlik rəy vermək olmaz şagirdlərə. Məsələn, keçmişə yönəlik rəy nədir müəllimlər? Sən keçən dərsdə belə cavab vermişdin, indi də eyni mövzunu, eyni səhvləri edirsən. Müəllim şagirdə keçən dərs onun səhvini deməli idi. Amma bu gün ona verəcəyim rəy artıq gələcəyə yönəlik rəy olmalıdır. Gəlin indi bir-bir variantlarımızı təhlil edək. Murad, relyef formalarını çox yaxşı izah edirsən, lakin çökəklik və yüksəklik anlayışlarını bir qədər daha dəqiq fərqləndirməlisən. Bunun üçün sadə vizual nümunələrdən istifadə edə bilərsən. Müəllim Murada deyir ki, sən relyef formalarını yaxşı izah edirsən, lakin bəzi hissələri biraz daha dəqiq fərqləndirməlisən və bunun üçün müəllim şagirdə yol da göstərir. Deməli, bizim bu rəyimiz müsbət rəydir və konstruktiv, effektiv rəydir. Davam edirəm.
Afərin, suala ən doğru cavabı sən verdin. Verdiyin cavab ətraflı və anlaşılan idi. Sinif yoldaşların üçün də bu faydalı oldu. Gələcəkdə də bu məsələlərə belə yanaş. Əziz müəllimlər, baxın, ən doğru cavabı sən verdin. Sinif yoldaşların üçün faydalı oldun. Yəni biz burada şagirdin nəyi necə etdiyini görmürük. Ona görə də bizim elə səhv variantımız B variantıdır. Bax, emosiyalara yönəlik rəy budur müəllimlər. B variantındakı rəyimiz. C-yə baxaq. Qitələrin yerləşməsi ilə bağlı tapşırığı düzgün yerinə yetirmisən. Əgər bu mövzunu kontur xəritədə də işləsən, məlumatların yadda qalması asanlaşar. Doğrudur. Əla. Cümlədə sifət və zərfi işlənmə yerinə görə düzgün müəyyən edirsən. Özündən sonra sifət tələb edən bağlayıcı feillər də nəzərdən keçir. Əziz müəllimlər, baxın, bizim D variantında əla deməyimiz və yaxud da Y variantında afərin deməyimiz səhv addım sayılmır. Əgər mən şagirdə əla deyib sonra doğru rəy verirəm və yaxud da afərin deyib, məsələn, Y variantındakı kimi zaman formalarını düzgün tətbiq edirsən, bəzi hissələrdə S sonluğunu unudursan, bu hissəni bir daha təkrarla, nümunə cümlələr yazsan, səhvləri aradan qaldıra bilərsən. Demək ki, burada da bir problem yoxdur. Yəni, əgər mən şagirdə desəm afərin, sən bütün şagirdlərdən yaxşı yazmısan, afərin, sən indiki zamanda heç bir səhv etmədən tapşırıqları yerinə yetirmisən, bəs bu kimi rəylər doğru rəy sayılmaz. Davam edirik 5-ci sualımızla. Qeyd etdiyim kimi bir sualınız fən kurikulumundan düşəcək. Biz bu 10 sualı həm informatika, həm coğrafiya, həm kimya, həm Azərbaycan dili, yəni bütün müəllimləri nəzərə alaraq qururuq ki, ən azı müəllimlər öz ixtisasına uyğun suallarla da tanış olmuş olsun. Məsələn, 5-ci sualımız coğrafiya müəllimlərinə və yaxud da informatika digər müəllimlərə də aid ola bilər. Coğrafiya müəllimi məktəbdə keçirilən Yaşıl Dünya adlı layihə çərçivəsində şagirdlərlə birlikdə həm tullantıların təbiətə təsiri ilə bağlı araşdırma aparmağı, həm araşdırmanın nəticələrinə əsasən diaqram şəklində onları təqdim etməyi, həm də ekoloji mövzuda ingilis dilində poster hazırlamağı tapşırır. Ümumiyyətlə biz birinci nəyə diqqət edirik? Bizim layihəmiz var. Biz bilirik, layihə, problemli situasiya, araşdırma tapşırıqları nəyə aiddir müəllimlər? Fənn üstü inteqrasiyaya. Fənn üstü inteqrasiyanı müəyyən edəndən sonra digər tərəfə baxırıq. Söhbət coğrafiya dərsindən gedir. Biz burada ingilis dilini gördük. Biz burada tullantıların təbiətə təsirini gördük. Diaqram şəklində informatika fənni ola bilər. Cədvəli təqdim etməyə gördük. Yəni mütləq şəkildə burada fənlər arası inteqrasiyanı da görmüş oluruq. Deməli, bizim cavabımız fənn üstü və fənlər arası inteqrasiya olacaq. D variantı. Davam edirik. İş üsulları olmazsa olmazımız 10 sualınızdan biri də iş üsullarıdır. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Diqqətli olun, bu tipli cədvəllərdə bizdən uyğunluq istəyirmi, yoxsa uyğunsuzluq? Bunu həmişə yazın müəllimlər. Əgər yazmasaz, həmin vaxt imtahan həyəcanı ola bilər və yaxud da hər hansı bir məqam gözünüzdən qaça bilər. Ona görə də yazsanız daha yaxşı olar. Hətta uyğunluq deyəndə doğrudan düzü tapmalısınız. Bunu qeyd edin. Yanlışdan da səhvi tapmalısınız. Bunu da özünüz üçün qeyd edin, başlayaq. Şagirdlər bir-birlərindən zəif və güclü tərəflərini öyrənə bilərlər bir-birlərinin. Beləliklə, şagirdlərdə tənqidi müzakirə bacarığı və yoldaş qiymətləndirməsi etikası formalaşar. Akvarium iş üsuluna aiddir? Bəli, gəlin biraz da ətraflı danışaq, yadımızda qalsın. Akvarium deyəndə gözünüzün qabağına daxili və xarici qruplar gəlsin, qrupla aparılır. Bu iş üsulu əsasən müzakirə, problem həll etmə, yoldaş qiymətləndirməsi kimi önəmli bacarıqlar formalaşdıra bilər şagirddə və akvarium yadda saxlayın ki, məsələn bizim bir neçə iş üsulumuz var ki, ancaq qrupla aparılır. Debat, akvarium, karusel, sinektika, zigzag, qərarlar ağacı və s. Akvarium da onlardan biridir. Bu üsul həm şagird, həm də müəllim üçün faydalıdır. Müəllim müxtəlif məqsədli və müxtəlif istiqamətli suallar hazırlaya bilər. Qabağında yazılıb klaster. Biz bunu səhv götürürük, çünki bu Bloom kubu iş üsuluna aiddir. Baxın müəllimlər, yadda saxlayın. Kub
6 tərəfi olur və Bloom taksonomiyasında da 6 mərhələmiz var. Müəllim 6 mərhələyə aid suallar tərtib eləyir. Həm aşağı təfəkkür, həm də yuxarı təfəkkür səviyyəsinə aid müəllim suallar tərtib eləyə bilər və təbii ki, bu müəllimin işini daha da rahatlaşdırar ki, sinifdə differensiyanı təmin edə bilsin. İndi baxaq yanlışda səhvlərimiz varsa götürək, yoxdursa götürməyək. Şagirddə şəxsi konseptual anlayışı qurmağa, ideyalarını əsaslandırmağa, müzakirəni stimullaşdırmağa kömək edir. Insert. Biz 3-ü götürürük. Çünki baxın, şəxsi konseptual anlayışlar qurmaq, əsaslandırmaq, müzakirəni stimullaşdırmaq, müzakirə texnikası bu müzakirə xəritəsi iş üsuluna aiddir. Yadda saxlayırıq. Şəxsi konseptual anlayışlar qurmaq, müzakirəni stimullaşdırmaq, müzakirə texnikası müzakirə xəritəsinə aiddir. Insert nədir? Qeyd götürmə, işarələr sistemi əsasən oxuyub anlamada istifadə etdiyimiz iş üsullarından biridir. Deməli, davam edirik. Bu üsul şagirdlərin ədəbi obrazlar, yazıcı, şair, alim, ixtiraçı, tarixi şəxsiyyətlər və s. haqqında bildiklərini əyləncəli və interaktiv yolla yoxlayan bir üsuldur. Mən kiməm? Bəli. Mən kiməm? Ümumiyyətlə bədən kinestetik intellekti olan uşaqlara daha çox uyğundur. Hərəkətli, əyləncəli bir fəaliyyətdir. Məsələn, rollu oyun kimi də bunu sinifdə keçirtmək olar. Ona görə 4 doğru olduğuna görə biz bunu götürmürük. Burada bizim variantımız A variantı olacaq. Mən düzəldirəm. PDF-də sizə 1-3 göndəriləcək və yaxud da əgər 1-2 götürmüsünüzsə, mənim kimi 1-3 variantını götürürsünüzsə, o zaman siz doğru yoldasınız. Narahat olmayın müəllimlər. Deməli, davam edirəm. Bizim sertifikasiyaya 2023-cü ildə düşən suallardan biridir bu. Gəlin baxaq, yəni ibtidai sinif müəllimlərinə düşmüşdü. Eyler-Venn diaqramına əsasən sual işarəsinin yerinə nə qoyulmalıdır? İllik planlama, gündəlik planlama düşən mövzulardan biridir müəllimlər. Bunların hər ikisinin ortaq cəhəti təhlil edək. Dərsin təlim nəticəsi gündəlik plandadır. İllik planlamada ilin təlim nəticəsi ifadəsi var. Fənn üzrə saatların miqdarı ümumiyyətlə aid deyil. İnteqrasiya bəli, hər ikisinin ortaq cəhətidir müəllimlər. Yadda saxlayın. Sinif üzrə təlim nəticələri illik planlamaya aiddir. Summativ qiymətləndirmə də illik planlamaya aiddir. Ümumiyyətlə illik planlamada da 3 əsas məsələ var. Gündəlik planlamada da 3 əsas məsələ var. Bunları da yadda saxlayın. İllik planlamada 3 əsas məsələ ilin təlim nəticələri, summativ diaqnostik qiymətləndirmə, öyrənmə fəaliyyətidir. Gündəlik planlamada 3 əsas məsələ dərsin təlim nəticələri, formativ qiymətləndirmə, öyrənmə fəaliyyətidir. Yadda saxlayın. Məsələn, öyrənmə fəaliyyəti də bunların hər ikisinin ortaq cəhətidir. Əgər testdə verilsə, onu da götürə bilərsiniz. Davam edirəm. 8-ə baxaq. İnformatika dərsində rəqəmsal texnologiyanın insanlar arasında multikulturalizmə təsirini araşdırıb təqdimat hazırlamalarını istəyir. Yəni, müəllim şagirdə bir tapşırıq verir. Təqdimat hazırlayan zaman şagirdlərdən bəziləri müxtəlif internet resurslarını araşdırır, bəziləri öz bilik təcrübələrindən istifadə edir, bəziləri isə parkda sorğu keçirdir. Fərqli üsullardan istifadəyə baxmayaraq, müəllim bütün təqdimatları qəbul edir. Müəllimin qərarı haqqında hansı fikir yanlışdır? Gəlin baxaq. Müəllimin məsələyə bu cür yanaşmasının səbəbi odur ki, şagirdlərin fəaliyyət zamanı əldə etdikləri bilik və bacarıqları istədiyi üsullarla təqdim etsinlər. Məsələn, biz buna nə deyirdik? Diferensial yanaşmada 4 komponent var müəllimlər. Əgər diferensial yanaşma odur ki, müəllim şagirdlərin hazırlıq səviyyəsini, öyrənmə tərzlərini, onların maraqlarını nəzərə alır, dərsi şagirdlərin intellektlərinə, hazırlıq səviyyələrinə, öyrənmə tərzlərinə uyğun təşkil edir ki, hər kəs dərsdə iştirak etsin. Və biz burada diferensiallaşmanın komponentini görürük. Hansı komponentini? Nəticə komponentini. Nəticə komponenti nə deməkdir? Müəllimlər, şagird işini təqdim etsin. Nə yolla olur olsun, siz əgər onu təlim məqsədinə çatdırmısınızsa və şagird özünə uyğun bir yolla işini təqdim eləyirsə sizə, siz onu qəbul etməlisiniz. Çünki bu diferensiallığın bir komponentidir. Məsələn, elə şagird var ki, danışa bilmir, amma şəkil çəkib gətirib məzmunu sizə göstərə bilər. Elə şagird var, şeir danışa bilmir, onu nəsrə çevirib gəlib sizə danışa bilər.
Biz bunları qəbul etməliyik. Çünki bu differensiallıq bizdən bunu tələb edir müəllimlər. A variantında səhv yoxdur. Müəllim təqdimatı tapşırıq verməklə şagirddə fənüstü inteqrasiyanı formalaşdıra bilər. Bəli, yəni bax bu elə fənüstü inteqrasiyaya aiddir. Çünki burada informatika dərsidir, texnologiyalar, multikulturalizmə necə təsir edəcək? Yəni bu əlbəttə ki, fənüstü inteqrasiyanı müəllim şagirddə formalaşdırır həm fənüstünü, həm də fənlər arasına. Bütün təqdimatları qəbul etməkdə müəllimin məqsədi şagirdlərin intellektini nəzərə alıb şagirdyönümlülük prinsipini reallaşdırmaqdır. Bəli, şagirdyönümlülük, inklüzivlik, təlimdə bərabər imkanlar üçü də C variantına uyğun gəlir. Müəllimin hədəfi şagirdlərin istifadə etdikləri üsulları müəyyən etməklə onların potensiallarını müqayisə etməkdir. Xeyr müəllimlər, D variantı bizim səhv variantımız olacaq. Müəllim şagirdlərə öyrənmə prosesində seçim verdi, müəllim fənüstü inteqrasiyanı reallaşdırdı, müəllim differensiallığı təmin etdi, müəllim müxtəlif üsullarla təqdim olunan tapşırıqları qəbul etdi. Amma müəllim onların potensiallarını müqayisə etmədi müəllimlər. Davam edirik 10-cu sualla. Deməli, müəllim dərsə başlayan kimi şagirdlərin diqqətini cəmləməyə çalışır. Daha sonra dərsin məqsədini elan edir və əziz müəllimlər, yadda saxlayın. Birinci motivasiya, sonra dərsin məqsədini elan etmək lazımdır. Biz bunu həm Qanyedə, həm Vigotskidə görə bilərik. Xüsusilə də Qanyenin təlimində müəllim mütləq şagirdə dərsin motivasiyasını düzgün qurmalıdır və təlim məqsədini elan etməlidir ki, öyrənməni təmin etsin. Dərsi bu cür quran müəllim haqqında biz nə deyə bilərik? Dərsimiz müəllim yönümlüdür? Xeyr. Müəllim özünü həm də ardıcıllıqla belə dərs keçməklə həm özünü, həm şagirdləri çərçivəyə salmış olur. Səhv fikirdir. Müəllim dərsin əvvəlində şagirdləri dərsə cəlb edə bilirsə, deməli müəllimin dərsinin digər hissələri də uğurlu alına bilər. Bəli, dərsin əvvəlində motivasiyanın, yəni cəlb etmənin düzgün qurulması növbəti dərs addımlarının da səmərəli keçməsinə səbəb olur müəllimlər. C variantı bizim doğru variantımızdır. Və nəhayət 10-cu sualımıza baxaq. Aha, biz onu izah etmişik, 9 qalıb deyəsən, gəlin 9-a baxaq. Şagirdlərdən biri suallara tez cavab verə bilmədiyi üçün əhvalı pozulur. Növbəti dəfədə o sualların cavabını bilsə də cavablandırmaqdan çəkinir. Müəllim artıq neçənci dəfədir ki, bunu hiss edir və müəllim hansı addımı atsa bu şagird üçün daha uğurlu olacaq. Gəlin baxaq. Müəllim sual-cavab prosesində asan suallar verməlidir. Bu səhvdir. Müəllim həm yuxarı təfəkkür səviyyəsinə, həm də aşağı təfəkkür səviyyəsinə uyğun suallar verməlidir. Müəllim əvvəlcədən sual-cavab prosesində aktiv şagirdləri mükafat verəcəyini deyə bilər. Bu da təbii ki, doğru addım deyil. Əslində, məsələn, bu nə vaxt doğru ola bilərdi? Şagird ümumiyyətlə dərsdə iştirak etmək istəməsəydi, bəli, biz stimula cavab nəzəriyyəsi var. Əvvəlcədən şagirdə gözəl motivasiya versən ki, sənin nəticən yaxşı olsun. Amma burada məsələ şagird cavab verə bilmir, tez cavab verə bilmir. Ona görə onun əhvalı pozulur. Biz bunu düzəltməliyik. Müəllim şagirdin digər şagirdlərlə münasibətini tənzimləmək üçün buzqıran strategiyasından istifadə edər. Qeyd etdiyim kimi, əgər sinifdə konflikt olsaydı, mənəvi dəyərlər zəif olsaydı, C variantı uyğun gələrdi. Müəllim şagirdlərə hisslərini tanımağın və onları idarə etməyin praktik nümunəsi ilə bağlı videoçarx göstərə bilər. Bəli, biz Daniel Goleman emosional intellekt nəzəriyyəsində görürük ki, bəzən şagird özünü idarə edə bilməyəndə, hisslərinə qalib gələ bilməyəndə hər hansı bir uğursuzluq onu motivasiyadan sala bilər. Məsələn, baxın sertifikasiya müəllimləri, sizə nəzəriyyə adı düşməyəcək, yalnız nəzəriyyələrin mahiyyəti düşəcək. Təbii ki, bu sualı diqqətlə oxuyan hər bir sertifikasiya müəllimi nəzəriyyələrdən xəbəri olmasa belə, avtomatik bütün variantları çıxdaş etməklə, bəli, şagird hisslərini tanımalıdır ki, o özünü idarə edə bilsin. Çünki bizim emosiyalarımızı düzgün idarə etməyimiz
bizim uğurumuzun başlanğıcıdır. Məsələn, siz inşallah imtahana gedəcəksiniz və imtahanda hansısa müəllim həyəcan keçirtsə, hansısa müəllim sualları görüb özünü itirsə, bir il və yaxud da bir neçə ay çəkdiyi əziyyət boşa gedəcək. Hə, boşa getməmək üçün nə etməliyik? İmtahana getməmişdən öncə biz öz hisslərimizə hakim olmağı bacarmalıyıq ki, imtahanda maksimum gözəl nəticə göstərək. Burada D variantı deməli doğru addımdır. Y variantı niyə səhvdir? Müəllim sürətli sual-cavab keçirtməməlidir. Əziz müəllimlər, baxın bizim 30 saniyə gözləmə müddətimiz olmalıdır. 30 saniyə gözləmə müddətimiz həm şagirdimizi açıq düşüncə tərzinə keçirdər, həm şagirdimiz sevinər ki, müəllim vaxt verdi, müəllim məni gözləyir, mən bu suala cavab verməliyəm. Özünü məcbur eləyir ki, düşünsün. Əgər qapalı sualdırsa 30 saniyə, açıq sualdırsa 1 dəqiqə gözləyə bilərik. Amma məsələn imtahanda bir dəfə düşmüşdü ki, 5 dəqiqə, 7 dəqiqə gözləmək lazımdır. Bu fikir tamamilə yanlışdır. 45 dəqiqədə biz şagirdə maksimum 30 saniyə vaxt verə bilərik müəllimlər. Belə əziz müəllimlər, 10 sualımızın izahı bitdi. Mən inanıram ki, bu tipli sınaqlar istər MIQ üçün, istər sertifikasiya üçün önəmli, deməli, maraqlı məqamları sizə bildirmək üçün yararlıdır. Bir daha qeyd etmək istəyirəm, bizim 16 iyun inşallah saat 13:00-da, 13:00-da möhtəşəm bir canlımız olacaq. Sertifikasiya müəllimlərinə özəl 8 saatlıq kurikulum canlısı. Azərbaycanda ilk dəfə bunu biz edəcəyik. FES Akademi olaraq biz bunun öhdəsindən gələcəyik inşallah. 250 sualdan ibarət sertifikasiya, qəbul tipli sualların izahına baxdıqdan sonra mən əminəm ki, siz imtahanda maksimum gözəl nəticə əldə edə biləcəksiniz. Sağ olun, növbəti dərslərdə görüşərik.